Bugün Şəhidin Məktubu adlı qısa metrajlı filminin təqdimat mərasimi keçirilib. Təqdimat Azərbaycan uğrunda canlarını qurban verən şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı. Rejissor Ramin Eyyubov olan film Mübariz İbrahimovun timsalında bütün şəhidlərə ithaf olunub. Cəmi şəhidlərə, cəmi şəhid balalarına həsr olunur. Burada Mübariz İbrahimovun məktubu barəsindədir. Şəhid balası öz atasının qəbrini ziyarət edəndə, qayıdıb gələndə Mübariz İbrahimovun qəbrində üstünə yazılan məktubu oxuyur. Məktuba əsasən anasına sual verir. Anasına sual verir, anası məktubun məzmununu uşağa başa salır. Seyid balası nə deməkdir, sədəqə nə deməkdir, şəhid nə deməkdir. Şəhid ailələrinə sosial dəstək İctimai Birliyinin dəstəyi ilə ərsəyə gələn Şəhidin Məktubu adlı qısa metrajlı filminin təqdimat mərasimi gözlənilməz olub. Facebookda baxdım, gördüm bir cavan oğlandı və o bir anons qoymuşdu orada ki, bəs belə Şəhidin Məktubu adlı bir film çəkir. Mən o uşağı heç tanımırdım, sadəcə olaraq çalışdım, onunla əlaqə yaratdım, danışıq əlaqələri və elə birdən də elə həmin gün axşam tərəfi idi, saat olardı 9-10 arası, həmin günü də belə qənaətə gəldim ki, bu filmin təqdimatını keçirdik. Filmdə şəhid xanımının obrazını canlandıran Zeynəb Aslanova filmin çəkilişlərindən öncə şəhid ailələrini ziyarət edərək onların yaşam tərzləri ilə tanış olduğunu söylədi. Bir şəhid ailəsinə getdim və o şəhid ailəsinin yaşam tərzinə baxdım. O xanımın gecələr gözyaşı tökməsi haqqında mənə özü söylədi və övladını necə əziyyətlə böyütdüyünü mənə söylədi və ən azından belə düşündüm ki, amma bir söz dedi ki, mən sevinirəm ki, bir şəhid xanımıyam, bir şəhid yoldaşıyam və ondan sonra ən azı özümdə biraz məsuliyyət hiss elədim, güc tapa bildim və o rolu ifa edə bildim, əlhəmdülillah. Qeyd edək ki, filmdə Zeynəb Aslanova, Şəbnəm Rəhimova, Bətül Vəlizadə, Hüseyn Aslanov, Riyad Aslanov və gənc aktyor Nicad Əhmədov çəkiliblər.